Salamlar, hər vaxtınız xeyir olsun. Bu videoda mən bugün 27 aprel tarixində 3-cü sona buraxılış imtahanına düşən D variantında olan testlərin sürətli formada cavablarını qeyd edəcəm. Burada birinci nömrəli, yəni 57 nömrəli misalımız C bəndinə bərabərdir. Növbəti 58 nömrəli misalımız E variantı, 59 nömrəli misalımız yenə E variantına bərabərdir. 60 nömrəli isə D bəndinə. Növbəti 61 nömrəli A bəndi, 62 nömrəli yenə A bəndi, 63 nömrəli E variantı, 64 nömrəli B, 65C, 66 nömrəli misalımız B variantı, növbəti 67 nömrəli misalımız D variantı, 68 D, 69 A, 70 A, 71 nömrəli misalımız D variantı, 72 açıq suallarda artıq cavab edir 2, 73 yenə açıq sual 6, 74 5'e bərabərdir. 75 1,5, 76 10, 77 nömrəli misalımız isə 16'ya bərabərdir. Növbəti ətraflı yazılı tələb olunan misallarda birinci misalımız yəni 78 nömrəli 12, 79 24, növbəti 250 və sonuncu 81 nömrəli misalımız çoxluqlara aiddir. Cavab verir 9. Bu testlərin hər birinin sürətli izahlarını növbəti videolarımızda izləyə bilərsiniz.